Respublikamızın ərazisində formalaşan iqlim tipləri haqqında danışaq. Azərbaycan Respublikasında iqlim əmələ əsas amillər coğrafi enlik və müxtəlif xarakterli hava kütlələridir. Həmçinin relyefin və Xəzər dənizində mühüm əhəmiyyəti vardır. Xəzər dənizi iqlimin mülayimləşməsinə səbəb olur. Azərbaycan ərazisi mülayim və subtropik iqlim quşaqları sərhədində yerləşir. 35% mülayim iqlim qurşağında, 65% isə subtropik iqlim qurşağındadır. Azərbaycan ərazisində mövsümi fəsli dəyişkənlik aydın hiss olunur. Ümumilikdə düzənlikdən yüksək dağlığa doğru iqlim tipləri bir-birini əvəz edir. Əsasən 4 iqlim tipinə bölünür. Deməli, yarımsəhra quru çöl iqlimi, mülayim isti iqlim, soyuq iqlim və dağ tundra iqlimi. Yarımsəhra quru çöl iqlimi Respublikamızın ərazisinin 50%-ni təşkil edir. Əsasən Xəzər dənizi sahilindən 600-800 metr yüksəkliyə qədər olan ərazilərdə formalaşır. İki yarım tipi vardır. Deməli, qışı mülayim, yayı isti və quraq keçən yarımsəhra quru çöl iqlimi, qışı soyuq, yayı isti və quraq keçən yarımsəhra quru çöl iqlimi. Qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi əsasən subtropik iqlimdə adlanır. Yağıntının miqdarı 200-400 mm arasında dəyişir. Xəritədə bir rəqəm ilə göstərilib. Deməli, əsasən Samur Dəvəçə ovalığı, Qobustan Abşeron, həmçinin Ceylançöl Acınor alçaq dağlığı, Küraraz ovalığı və aşağı Arazboyu ərazilərə əhatə eləyir. Biz bunun diaqramı ilə tanış olsaq, burada qeyd olunub Bakı və Gəncə. Baxaq, temperatura diqqət yetirsək 0-dan aşağı düşmür. Yayın temperaturu isə 20 və 30 dərəcə aralığında yerləşir. Yağıntının miqdarı isə aşağıdır. Daha sonra qışı soyuq keçən yarımsəhra quru çöl iqlimi haqqında danışaq. Əsasən kontinental iqlim də adlanır. Yağıntının miqdarı 300 mm-ə qədərdir. Xüsusilə də Naxçıvanın Arazboyu düzənlikləri üçün xarakterikdir. Kontinental iqlim olduğuna görə ən yüksək temperatur deməli müsbət 44 və müsbət 46,5 dərəcə Culfanın ərazisində müşahidə olmuşdur və ən aşağı temperatur mənfi 33 dərəcə ilə Culfanın ərazisində müşahidə olunmuşdur. Həmçinin Talış dağlarında, dağlararası çökəkliklərdə də qışı soyuq keçən yarımsəhra quru çöl iqliminə rast gəlinir. Deməli, bunun da qrafikinə baxsaq, baxaq, deməli, temperaturu Naxçıvanda yüksəkdir, kontinental olduğuna görə 20-30 dərəcə arasında dəyişir. Yağıntının miqdarı aşağıdır. Mənfi temperatur müşahidə olunur, xüsusilə də Naxçıvanın ərazisində. Daha sonra növbəti iqlim tipi isə yayı, daha doğrusu mülayim isti iqlimdir. Mülayim isti iqlim Respublikamızın 30%-nə qədər əhatə edir. Hündürlüyü 1000 metrə qədər olan ərazilər üçün xarakterikdir. 3 yarım tipi var. Yayı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən mülayim isti iqlim, bərabər yağıntılı mülayim isti iqlim. Yayı quraq keçən mülayim isti iqlim xəritədə 3 rəqəmi ilə göstərilib. Böyük Qafqazın cənub-şərqi, Kiçik Qafqazın cənub-şərqi, həmçinin Lənkəran ovalığı üçün xarakterikdir. Qışı quraq keçən mülayim isti iqlim isə əsasən Qanıq-Əyriçay vadisi xəritədə 4 rəqəmi ilə göstərilib. Baxın, Qanıq-Əyriçay vadisi, Kiçik Qafqaz dağlarının dağətəyi və alçaq dağlıq zonası Böyük Qafqazın cənub-şərqini əhatə edir. Bərabər yağıntılı mülayim isti iqlim isə yalnız Talış dağları və Qusar maili düzənliyi Böyük Qafqazın cənub hissəsi üçün xarakterikdir. 5 rəqəmi ilə işarə olunmuşdur. Qusar maili düzənliyi deməli Böyük Qafqazın cənubu və Talış dağları üçün xarakterikdir. Növbəti iqlim tipi isə deməli soyuq iqlimdir. Ancaq soyuq iqlimə keçməmişdən əvvəl qışı quraq keçən mülayim isti iqlimi haqqında danışaq ki, yağıntılar əsasən ilin dövründə düşür və burada qrafiklərə, diaqramlara baxaq. Deməli, havanın temperaturu burada da sadəcə Şuşada mənfiyə düşür. Ancaq yüksəkdir, yəni yayın temperaturu yüksəkdir. Yağıntılar Qazaxa baxaq, yağıntılar aşağıdır. Şuşada nisbətən deməli may və iyun aylarında çoxdur, amma Zaqatalada qışı quraq keçən mülayim isti iqlimdə yağıntının miqdarı nisbətən digər məntəqələrdən çoxdur. Sonra yayı quraq keçən mülayim isti iqlimdə isə necədir? Temperatur Şamaxıda nisbətən mənfiyə düşür. Qalan ərazilərdə Lənkəran və Lərikdə isə düşmür. Yayın temperaturu isə yəni digər məntəqələrlə eynilik təşkil edir. Əsasən 20 dərəcədən yuxarıdır. Yağıntılar isə əsasən Lənkəranın ərazisində daha çox müşahidə olunur. Yay quraq olduğuna görə yağıntı əsasən qışda düşür və deməli Lənkəranda yağıntının miqdarı 1402 mm-ə qədər düşür. Burada yəni
qrafikdən də yağıntının miqdarına baxsaq, əsas sentyabr, oktyabr, noyabr aylarında yağıntının miqdarı çoxdur. Yağıntılara bərabər paylanan mülayim isti iqlim isə əsasən qeyd elədiyimiz kimi Qusar maili düzənliyi, Böyük Qafqazın cənubu və Lənkəran ərazisində Talış dağlarının ətəklərində müşahidə olunur. Rütubətli subtropik iqlim də deyilir və ilin bütün fəsillərində yağıntı yağır. Burada bizdə xəritədə Qubanın diaqramı verilib ki, Qubanın həmçinin yağıntısı da verilib. 571 millimetrə qədər yağıntı verilib Qubada. 571 millimetrə qədər yağıntı verilib. Temperatur Qubada mənfiyə düşə bilir. Yağıntının miqdarına baxsaq eynilik təşkil edir. Yəni il ərzində, aylar ərzində yağıntının miqdarı eynidir. Yəni yağıntını göstərən rəng isə göy rəngdir. Bilirik ki, yağıntını göstərir. Növbəti iqlim tipi soyuq iqlimdir. Soyuq iqlim tipi əsasən 1000 metrdən 2700 millimetrə qədər olan əraziləri əhatə edir. 3 yarım tipə bölünür və respublikamızın 20%-ni əhatə edir. Yay quraq keçən soyuq, qışı quraq keçən soyuq, bərabər yağıntılı soyuq iqlim. Yay quraq keçən soyuq iqlim Naxçıvanın alçaq dağlıqda başlamış, yüksək dağlığı qədər böyük bir sahəni əhatə edir. Xüsusilə də Naxçıvan üçün xarakterikdir. Qismən Talış dağlarında deməli müşahidə olunur. Əsasən kömürköy zirvəsində biz bunu müşahidə edirik. Əsasən deməli yox, daha doğrusu Qız Yurdudadır, üzr istəyirəm. Daha çox Qız Yurdunun ərazisində müşahidə olunur. Qız Yurdu 6 rəqəmi ilə göstərilən, baxın Qız Yurduda. Aha, Qız Yurdunun ərazisində müşahidə olunur. Bu haqda nə deyə bilərik? Yağıntılar əsasən ilin soyuq dövründə düşür. Yəni yay quraq və istidir. Yəni kontinentaldır, belə deyək. Qışı quraq keçən soyuq iqlim isə yağıntıları əsasən yaz, payız və yayın əvvəlində düşür. Bu isə Böyük Qafqazın şimal-şərqi, yansısı ilə Kiçik Qafqazın orta və qismən yüksək dağlığı üçün xarakterikdir. 7 rəqəmi ilə göstərilmişdir. Həmçinin Talış dağlarının kömürköy zirvəsi üçün xarakterikdir. Baxaq, Talış dağlarında 7 rəqəmi ilə balaca bir ərazini qeyd ediblər. Deməli, bunun diaqramlarına baxsaq, baxaq, yay quraq keçən var imiş. Yay quraq keçən soyuq iqlimin Şahbuzu göstəriblər. Şahbuzun ərazisində yağıntının miqdarı aşağıdır, ancaq temperatur -10-a qədər düşə bilir. Yayda isə daha çoxdur, 20-30 arasındadır. Bir də bu Bist məntəqəsi verilib. Burada da eyni ilə, yəni temperatur, həmçinin yağıntının da eyni ilə qeyd olunub. Qışı quraq keçən soyuq iqlimdə əsasən Qrız Qubanın ərazisidir, yan silsilə olan hissədədir. Həmçinin Daşkəsən və Yerfi verilib. Bu da əsas yəni müşahidə olunan ərazilərdədir. Kiçik Qafqaz Daşkəsən aiddir. Yerfi də Talış dağları üçün xarakterikdir. Yəni hər hansı bir məntəqədir. Qeyd eləyək ki, bunu və temperatur mənfiyə düşə bilir. Yağıntı da əsas qeyd elədiyimiz kimi yaz, payız və yayın əvvəllərində müşahidə olunur. Növbəti isə bütün fəsillərdə bol yağıntılı soyuq iqlimdir. Yağıntıları il boyu təqribən bərabər paylanır. Əsasən Böyük Qafqazın cənubu üçün xarakterikdir. 8 rəqəmini, baxın 8 rəqəmi heç yerdə yoxdur. Yalnız bu hissədədir. 8 Böyük Qafqazın cənubu üçün xarakterikdir və burada da qrafika baxsaq, deməli nə verilib burada? Qulunsu dağı və Əlibəy. Bu elə Böyük Qafqaz üçün xarakterikdir. Yağıntılara baxın necədir? Çoxdur. Yağıntıları çoxdur və il boyu da bərabərdir qeyd etdiyimiz kimi. Növbəti isə dağ tundra iqlimidir. Hündürlüyü 2000 metrdən yüksək olan ərazilər üçün xarakterikdir. Xüsusilə də yüksək dağlıq ərazilər üçün xarakterikdir və burada yağıntılar əsasən qar şəklində düşür. Xarakterikdir Böyük Qafqazın 2700 metrdən yüksək əraziləri üçün, həmçinin Murovdağ vulkanik yayla üçün, yəni Kiçik Qafqazdan Murovdağ vulkanik yayla üçün və Naxçıvanda isə Zəngəzur üçün xarakterikdir. 9 rəqəmi ilə göstərilmişdir. 9 rəqəmi ilə göstərilmişdir. Əlavə olaraq qeyd eləyək ki,
Hər bir ərazinin testdə, yəni düşməsinə görə deyirəm, hər bir ərazinin məsələn Xəzər dənizindən Böyük Qafqaza doğru iqlim tiplərini bizdən soruşa bilər. Məsələn, Xəzər dənizindən çıxsaq, baxaq necə çıxırıq? Birinci bir rəqəmini görərik. Yəni qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi, daha sonra 5 rəqəmini görərik. 5-də hansı idi? Yağıntıları bərabər paylanan mülayim isti iqlim. Sonra 7 rəqəmini görə bilərik. Qışı quraq keçən soyuq iqlim, daha sonra isə dağ tundra iqlimini biz müşahidə eləyə bilərik. Məsələn, Kürdən biz çıxsaq Böyük Qafqaza doğru, belə deyək də, Acınohur tərəfdə, Mingəçevir tərəfdən çıxsaq necə görə bilərik? Kürün sahilində qışı mülayim keçən yarımsəhra quru çöl, daha sonra qışı quraq keçən mülayim isti iqlim, sonra yağıntıları bərabər paylanan mülayim isti iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və dağ tundra iqlimi. Yəni bu cür də bunu verə bilər və yaxud da ki, Lənkəran ovalığından Talış dağlarına doğru Xəzər sahili boyunca məsələn götürəcək yayı quraq keçən mülayim isti iqlim, sonra yağıntıları bərabər paylanan mülayim isti iqlim, yenidən yayı quraq keçən mülayim isti iqlim, daha sonra isə məsələn Kömürköyə getsək, Qız Yurduna keçək, hər birinə uyğun şəkildə qeyd eləyərik. Ya yayı quraq keçən soyuq iqlimdir, ya da qışı quraq keçən soyuq iqlim. Yəni bu cür də testlərə düşə bilər.